Sen mənə nifrət edirsən. Niye de sevmeliyim? Sen mənə görə evlənmədin. Ne bileyim? Mənim 2 uşağım var. Bilirim. İnstitutu qurtarmışam. Onu da bilirim. Qəribədir yox. Gör neçə il keçib. Hələ də sənə nə isə sübut eləmək istəyirəm. Neyi? Bu vaxtacan elə olmayıb ki, sən barəndə düşünməyim. Düz deyirəm. Mən o vaxt alçaqlıq elədim. Bu axmaqlıq idi. O doğrudan da dediklərini yerinə yetirdi. Ancaq nə üzünü xoşbaxt edə bildim də məni. Çox çalışdım, onu sevəm, alınmadı. Məlum oldu ki, onunla biz yad adamlarıq. Uşaqlar da bunu hiss eləyir. Sən bilmirsən, ürəyin istəməyən adamla hər gün bir yastığa baş qoymaq, hər sözündən, hərəkətindən ətin ürpəşə yaşamaq nə deməkdir? Desəm inanmazsın. Sənə görə ondan ayrılmadım. Bu illər ərzində nə eləmişəmsə, həmişə səni fikirləşmişəm. Demişəm, sən buna necə baxardın, bəyənərdin ya yox.